Salam hörmətli izləyicilərimiz, sizləri salamlayıram Hövsan qəsəbəsindən. Qəsəbənin mərkəzi dəyərli izləyicilərimiz, gözəl, şəxsi tikili 200 kvadrat, sot yarımda inşa olunmuş belə bir gözəl həyət evimiz çıxıb satışa dəyərli izləyicilərimiz. Evimiz yerləşir qəsəbədə, Günel Ticarət Mərkəzinin arxasında, Qardaşlar Ticarət Mərkəzinin arxasında. Yəni hər iki tərəfdən yolu var, xodu var. Belə bir üz görünüşü var dəyərli izləyicilərimiz. Evin sadəcə olaraq fasad üz görünüşünün qalıb rənglənməsi və mansardın müəyyən işləri qalıb rənglənməsi, bəzədilməsi. Qazı suyu, işığı, isitmə sistemi kombidir. Birinci mərtəbə tam təminlidir. Mansardda xırdapara işləri qalıb. Gördüyünüz kimi belə bir həyət yan sahəsi var. Həyətdən rad avtomobil daxil olur. Burada isə sanitar qovşağı var həyətində. Dərin zirzəmisi var, padvalı. Ev şəxsi tikili evdir. 2014-cü ildə inşa olunub. Evin mansardına, hörmətli izləyicilər, çöldən də çıxış var. Bu gördüyünüz pilləkənlə çöldən də çıxışı var. Və evin içindən taxta pilləkənlə də çıxış girişi var. Ev kürsülü qoşadaşla inşa olunub. Ətraf yaşayış, sakit məhəllədir. Qəsəbənin içində yerləşir, dediyim kimi. Beton kəmərlər atılıb 40-ın 40-a. Ev sahibi şəxsən özü nəzarət edib, evin tikilişində yüksək keyfiyyətli materiallardan istifadə olunub, avadanlıqlardan. Belə bir koridor sistemidir, keçən kimi hol. Burada belə bir qaldırovumuz var. Belə bir geniş zal. Zal dedikdə koridor. Sola keçiddə detski yataq otağımız yerləşir. Patolog ümumi olaraq apşifka taxtadır. Qoşa daşla inşa olunub. Sağda belə bir geniş kuxnamız yerləşir. Mətbəx mebeli təbii ki qalır evdə. Evim qoşa daş, gördüyünüz kimi qoşa daşla inşa olunub. Kombi xətti burada yerləşdirilib və pəncərəsinin raşotkaları var. Solda hamam sanitar qovşağımız yerləşir. Hamam sanitar qovşağı ayrı-ayrıdır və yeri istipoldur. Bura isə bizim hamamımızdır. Yer istipol dediyim kimi. Duş kabinənin yeri nəzərdə tutulub. Genişliyi qaydasındadır. Burada da bir yataq otağımız yerləşir. Ev yaşayışlı evdir, hörmətli izləyicilər. Aboylarında xırdapara uşaqlı evdir. Allah can bağları saxlasın. Hər evdən körpə uşaq səsi gəlsin. Ev yaşayışlı ev olduğuna görə, uşaqlı ev olduğuna görə aboylarda xırdapara qopmaları var. Gördüyünüz kimi uşaqlar qopardıb. Bura ikinci mərtəbənin çıxışıdır. Mansardın pilləkən yığılıb hazır və kombisi yerləşir orada gördüyünüz kimi. Burada isə gözəl geniş qonaq otağımız yerləşir. Zalımız. Televizorun yeri yığılıb hazırdır. Çox möhtəşəm, gözəl, təmiri əla, dəyərli izləyicilərimiz. Gördüyünüz kimi evin təmirinə ehtiyac yoxdur. Evin kvadratı 200 kvadratda 100 kvadrat birinci mərtəbə, 100 kvadrat ikinci mərtəbə, hörmətli izləyicilər. Evin start qiyməti 125.000 manat. Real alıcıya super endirim alacaq ev sahibi tərəfindən. Və çıxıram ikinci mərtəbə mansardının da çəkim videosunu sizə təqdim edim.